Hello guys, hər vaxtınız xeyirli olsun. Gedək Targovaya. Neçə vaxtı getmirik. Gedək Targovaya görə kim var, kim yox. Ondan sonra gedərik hara? Gedərik evə. Bugün sadəcə söhbət vlogudur. Vlog demək olar mı, yoxsa yox? Axırı əsas o da evə getmək vlogudur. Vlogu. Let's go bro. Buradan həmişə ehtiyatlı olmaq lazımdır. Ani maşın çıxa bilər. Qardaş keçir. Yol veririk. Əlimizlə işarə edirik. Həmişə yəni piyadaya yol verim deyə özünüzü riskə atmayın da. Yəni ağıllı piyadaya yol verəndə də ağıllı şəkildə yol vermək lazımdır. Ona görə məntiqli həmişə hərəkət eləyin. Yəni öz həyatınızı təhlükəyə atmayın. Çünki dayananda bir də görürsünüz ki, arxadan gəlib elləyirlər də. Yəni çox görmüşük bunun nəticələrini. Ki heç kimə tövsiyə eləmirəm bu nəticələrdən birini yaşamaqlarını. Buradan yerində də ehtiyatlı olmalarını sağa dönən olar. Yəni bir sözlə ehtiyat igidin yaraşığıdır. Burada da biz motosiklet sürərək igidlik elədiyimizə görə yaraşığımızı qoruya gedirik. Yəni maksimum səviyyədə çalışırıq ki, ən azından yaraşığımızı qoruyaq. Musiqin səsini azaldırım, yenə artır. Niyə? Lənətə gəlmiş musiqi. Get görək. Yəni burada çıxmaq sürətli olmalıdır. Yəni yavaş çıxmamalısan. Çünki hər an gəlib dişləyə bilərlər. Dişlənmək istəmiriksə biraz diviziyya lazımdır buralarda. Buranın ən zəhləm gedən yeri, bu ərazinin ən zəhləm gedən yeri bu körpünün altıdır. Burada 2 dənə tullanmalı yer var. Əməlli başlı belə lalaq gelir, tulluyur. Biri buradır. Ümumiyyətlə bu yol pis gündədir. Biri buradır. Bu birləşmələr də nədir, başım çıxmır. Pis gündədir. Buralar hamısı elə bir inquba meşəsidir. Gələk bir gün şey eləyəcəm uşaqlar. Bu inquba meşəsi zat. Bilet alıp bunların hamısına gedəcəm, əgər varsa dünyada elə bir yerlər. Yəqin ki var, olmamış olmaz. Mən ağzımda bu sözləri deyirəmsə, bunu hardasa görüb beynimdə həkk gəlmişə qədər. Bəlkə düz yuxu görmürəm, amma bəlkə də hardasa görmüş də ola bilərəm. İndi deyəcəklər ki, nə qədər qayda pozursan və s. və ilə axır. Yəni motosiklet sürürsənsə, qayda pozmaq deməyək də buna da. Yəni normal şəkildə yavaş-yavaş gedirəmsə, heç kimə mane olmuramsa, məncə təhlükəsiz sürə bilirsənsə və heç kimə şey yaşatmırsansa, risk yaşatmırsansa, niyə də yox? Niyə də yox dediyimdə, yəni qayda pozmuram, olsa kobud qayda pozuntusum yoxdur. Amma belə dayanmada qardaşım, olsa keçirsən də, bax, belə xam sürücülərin arxasında heç vaxt getmək olmaz. Ona görə biraz diviziyya lazımdır. Dayı yolda yuxluyub. Deməli, əziz dostlar, əziz bikerlər, yadınızda saxlayın, həmişə motosiklet sürəndə biraz o diviziyya sözündən əksi olmayın. Yəni biraz hərəkət olmalıdır. Yəni Maif Qasım kimi ağzı ayırsan, gəlib basıb gəmirtiyəcəklər səni yolda. Biraz action. Mütləq action lazımdır. Və həmişə də 7-24 ayıq beyin. Beyni heç vaxt sakit saxlamaq olmaz. Uşaqlar, ördəyimizin problemi var. Ördəyimiz çox anormal səviyyədə hərəkət eləyir. Yəni ki,
küləyi yarır deməyək də, külək onu yarır. Bak qardaş, nə varsan? Qardaş, nə var orada? Hop. Gedə bilərik. Biker dostumuzun dalıyca irəliyə yavaş-yavaş. Ağıllı adamı mənim kimi hərəkət edir baba. Gir-çıx taktikası. Yəni kaş ki motosiklet sürənlərə də icazə versələr, qanuni şəkildə rahat bu motosiklet avtobus zolağı ilə hərəkət eləyə bilsə. Çünki onsuz da nə zərərimiz var da, normal şəkildə ağıllı biker, yəni digər maşınlara, digər nəqliyyat vasitələrinə, hətta piyadalara və avtobus sürücülərinə maneə yaratmır onsuz da. Əgər maneə yaradan varsa, onsuz da o, sən onu istəyir bu yola zincirlə, yenə də o yaradacaq. Yəni onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə tövsiyə eləyərəm, buradan da eşidənlər də bilsin ki, rahat, relaks şəkildə icazə verin, qoyun girsinlər, şəllənsinlər. Axı onlar da bir ailə başçısıdır. Nə əlaqəsi var bu söhbətin bura, amma biraz şirinlik eləyim deyə dedim. Kamera haranı göstərir onu da bilmirəm. Düzmü göstərir, səhvmi göstərir onu da bilmirəm. Amma göstərindən əminəm. Əsas odur ki, göstərir. Haranı göstərdiyi lənətə gəlsin bu dünyada. Heç mənim marağımda da deyil. Qabağında yer yoxdur yəqin ki. Lan. Bu açarın səsi mənim həyatımı dığ elədi. Bir də ən vacib qaydalardan biri harda motosiklet sürən gördünüz, o ilə salamlaşın. Bu yəni mütləqdir. Yəni bu iki təkərli nəqliyyat vasitəsinə girdinizsə, mindinizsə, üzərində özünüzü hiss elədirsə bu gözəlliyin, fərqi yoxdur neçə kub olur, nə olur olsun. Mütləq siz də bu ailənin bir üzvü olursunuz. Yəni bu istəyir bunu bir təriqət kimi düşünün, istəyir bunu bir əqidə kimi düşünün, nə kimi düşünürsünüz düşünün. Əsas odur ki, bikerlər həmişə bir-birlərinə hörmətli olur, həmişə bir-birlərinə dəstək olur. Yaşasın bike ailəsi, yaşasın bike ailəsi. Ona görə nəysə, biraz o avradan çıxım. Musiqi də elədi ki, elə orta əsrlərin musiqisi mənə tamamilə aldı bu dəqiqə. Bam bam da 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 da. Dam ba da bam bam. Tarkovda çox tanış bikerlər var, dostlarımız var, motosiklet sürənlər deyək də. Onlarla salamlaşırıq, eləyirik, sonra çıxıb gedirik. Ona görə arada bura gəlmək lazımdır ki, dostluqlar itməsin. Ki, o itən deyil, amma yenə də həyatdır. Bu arada fikirlərinizi, söhbətlərinizi, suallarınızı yazın mənə. Mən də sizin suallarınızı cavablandırım, maraqlı olduğunuz tərəfləri deyim. Amma daha sual olmasın da, hansı bike alım, hansı nəyi alım. Okey, sual verə bilər, hardan alım, neyiniyim, amma yəni hansı bike alım biraz düzgün yanaşma deyil də. Yəni onu özün araşdırmalısan. Çünki mən nəticə olaraq qardaş yandır da, bəs qurban olum, yandır da, ha. Yandır bilək ki, dönürsən, qaçırsan.
Yəni bu dönmə işığı pulla deyil də. Bu əslində insanda bir instinkt kimi olmalıdır. Yəni mən evə belə dönəndə, məhəlləyə belə dönəndə bu dönmə işığını yandırıram. Yəni məndən asıl deyil, o artıq mənim instinktimdir. Bu arada baş yol məndədir. Deyim biləsiz. Hə. Ya o mənim artıq instinktimdir. Orada yanğından sonra gətirib burada saxlayırlar. Pajanı dünən yox, sürəyim burada deyəsən yanğın olub. Buradan belə bir dənə fıydaq yavaşca. Dönürmü? Yandırmayıb. Dönə bilərmi? Dönə bilər. Yandırmasa da dönə bilərmi? Niyə dönmür? Çünki yandırmayıb, çox dönən görmüşük. Özüm bilmirəm, sağa da girə bilər. Məsələn, sola yandırıb. Qardaş görən ağır. Kimsə gözləyir, neynir, bilinmir. Bizdə belədir də, yəni qəza işığını yandırdın, vəsə, ölkə sənədir. Bir dənə içimiz bizə yol ver, buradan keçək. Nakladkalarımın səs gəlir, bu arada ciyildiyirsə vəziyyət güldür. Heç kim yoxdur demək. Soyqələr, istürəklər. Tanışlardan heç kimin olmamağı yaxşı olmadı da, nə qədəm. Əs yedi evə, gəl evə onda. Okey, nə var evdə var, getdi evə. Dedim yəqin kimi zor, bu yolumun üstüdür yəni, buradan keçmək mənə heç nə itizdirmir də, uzağı 1 dəqiqə, 2 dəqiqə, 3 dəqiqə, 1, 2, 3, 3 dəqiqə itizdirə bilir. İtirməyə dəyər. Yəni, belə deyim də, motosiklet sürən biri, bax bunu da qeyd edeyim, hamı bilsin. Motosiklet sürənlərin bir fəlsəfəsi var. Yəni insanlar məsələn A nöqtəsindən B nöqtəsinə tutaq ki 1 kilometrdir. Amma A nöqtəsindən B nöqtəsinə getmək üçün alternativ bir dənə yol var, o 5 kilometrdir. Yəni motosiklet sürənsinizsə siz o 5 kilometr yolu seçirsiniz. Yəni yolu uzadırsınız ki, lic bir motosikletin üstündə daha çox vaxt keçirəsiniz. Yəni başqa ikinci bir nəqliyyat vasitəsi yoxdur ki, insanlar bu qədər can atalar. Yəni Formula 1 zat pilotu deyilsinizsə təbii ki də indi o da ola bilər ki, daha çox tələbat ola bilər. Sağ olsun, bu arada arxadakı dostumuz bizə yol verdi. Burada ağacın fısırlığın zadın içinə girə bilsək, belə girsək kifayət eləyər. Burada amma ehtiyatlı olmaq lazımdır. İnsanlar tez-tez yolda keçirlər mənə. Bu düz yol açılmayıb deyəsən hələ. Təəccüblənərdi açılsaydı. Keş görək qadın. Oh my goodness. Bir də elə sürücülər var ki, özü keçə bilməsə belə, motosiklet sürücülərinə də yol vermir ki, heç bir şey olsun da, yəni ibnelik olsun hocam. Amma elələr də var, əksidir, yəni motosikletə o qədər yol verir ki, heç gözləmədiyin anda, gözləmədiyin yerdə adama ləzzət edir. Oradan oraya keçmək olur ki, məncə olmur, amma nə bilim. Həm buradan oraya gedirsə, oradan oraya niyə keçim ki, maraqlıdır. Oh, wow, 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 wow. No, I don't know. Həm maraqlıdır ki, səs nətər gələcək. Səs də desibel 2-dədir. Buradan polis dayanır, polis qardaşımız. Sür yolu boşalt deməkdir. Yəni tez-tez getmək lazımdır ki, yolu boşaldın. Polis orada boş yerə dayanmayıb ki. Yolu açırlar da, tıxac olur ona görə. O deyəndə biraz sürətli getmiyorlar da, biraz da aynı bozu kimi 500-dən getmişdim. Cəngavərlər. Yəni belə çox danışmadım bu oyun özdə, bu sürü. Əslində bu da oyundur da, survivaldır həyatda. Oh my god, arada su. Əslində su olanda birdən belə tormuzlar verməyin.
Yəni heç nə qorxmayın da, yəni rahat davranın. Prosta mən orada biraz divijen eləmək istirdim. Su mənə imkan vermək ki, divijen eləyim. Burada eləyə bilərəm amma. Hop. Yavaş adam gəlir, ehtiyatlı olmaq lazımdır. Bax, onu mən görürəm uzaqdan və riskləri aradan qaldırıram. Ona görə motosiklet sürənlərin 39 dənə gözü olur. Aralarında da gözü deyənmərəm. Çünki məsləhət deyil harda olduğunu görmək. Bir də söhbət gözdən əlavədə motosiklet sürənlərin inisiatifi olmalıdır, hissiyatı olmalıdır. Bilməlidir ki, burada nə etməlidir, orada nə etməlidir. Bizdə də o var. Yəni hisslərə güvənməlisən, amma hisslərin səni də dəli kimi elə eləyib aparmamalıdır. Yəni ağıllı davranmalısan. 19 saniyədə o, yoxsa 139 saniyə. Bu da bir də görürsən ki, 19 saniyə qutarandan sonra bir dənə də atır başa. 11 saniyə. Niyə 10 saniyə sonra biz girəcəyik? Ay yox, bu nəsə çox şeydir, deyən görə. ...61 saniyə. Ay dədəm var. Oturaq voleybolda da oynayaq. ...61 saniye ne var biz? Getdi. Polis bizə get deyirsə getmək olar. Piyada keçidi. Yavaş əlimizi eləyirik. Əlimlə işarələrim arxadakilərə ki, birdən gəlib fırarlar da, baxma. Sürətlə gəlir. Polis də oradan qaza verir, baxı, gedin. Vətən millət Sakarya deyib deyənə, hamın beyni sönür, qaçır qabağa. Ona görə əlimlə həmişə motosiklet sürücüsü tək gözünü yox, həm qarşıdakı bir sözlə piyadanı da düşünməlidir. Çünki bəzi hallarda mən olur ki, məsələ arxaya işarə edirəm ki, arxada şey var, qabaqda piyada keçində adam keçir, arxadakı sürücülərə əlinlə işarə edirəm ki, yəni adam gəlir, yəni adam keçir yola, bax görməlisən sən bunu. Bəzi hallarda telefonla oynayırlar, axı görmürlər. Həmin vaxtı da alternativ eləyəcəyim şey siqnal basmaqdır. Düzdür, elə vaxtı məni piyada keçidindən keçən söyür ki, bundan ayrı mənə siqnal verir, normal piyada keçidindən keçirim. Daha o bilmir ki, mən ona yox, arxamdakı maşına deyirəm ki, ayıl, yəni görəm sürətli gəlir. Yəni sən əslində dayanmalısan. Yəni məni vura bilərsən, məndən əlavə nəyi vura bilərsən, adamı vura bilərsən. Yəni diqqətsizliyin bir şeydir də bu. Simulyasiyası da bəsdir də. Birinə yol verdin də o dəqiqə maşallah tökülüşürlər də. Mən də dedim 60 saniyədən düşdüm aşağı ki, şey eləyim. Keçmədi. Sağırda hara keçsən? Daha keçmədin, getmədin. Basmır qaza, getdi sağırda keçdi. Day sənin. Salam aleyküm. Ha, qabaq da var, arxa da var. Daimi çəkir ha. O məndə yaxşıdır, Allah uzasın, nəsə olub eləyəndə rahat görə bilirsən də. İşlərinə tərik edir. Yaxşı olasan imiş, Allah razı olsun. Uğurlar inşallah. Bir də, belədə mən xoşlamıram. Bəzi hallarda eləyirəm, amma kiməsə görə eləmirəm də. Yanınızda kimsə varsa, fərqi yoxdur. İstir 50 kub olsun, istir 150 kub olsun, istir 1000 kub olsun. Yəni, yanından ani rıvok götürüb belə eləməyin. Yəni, ona qarşı qeyri-etik hərəkətdir. Yəni, sizin kubunuz yüksəkdir tutaq ki də, sən öz gücü göstərirsən kimi. Düzdür, bəzi hallarda mən deyirəm, amma iradəsiz şəkildə edirəm. Nə mənada? Yəni,
ona görə eləmirəm. Heç yadıma düşmür ki, yanımda adam var, bəlkə də elə başa düşər. Mən prosta arada bir gic sürməyim var. Yəni indi nə qədər şey olsam da motosiklet sürənəm də, yəni o qanımda bir qaynaşma dövrü olur da, bir beyin sönür, cinli mayla dönürəm. Həmin vaxtlar arada məndə də olur, amma tövsiyə eləmirəm. Sarı deyil, keçmək olar. Bir dənə buradan da belə. Buradan bir dənəmizi belə yavaş-yavaş avtobus yoluna çıxmıram. Bax, xəttin böyrü ilə gedirəm. Sonra deyim ki, güya heç kim də avtobus zolağına da çıxıb eləmir, elə danışırlar. Elə bir şeydir lan. Görsən çıxmamışım bax. Amma arxanı kontrol edirəm də. Yəni mən şeyin qarşısına çıxmıram. Yəni nətər deyim sənə? Məncə sola eləməyim, olsa gedirik qabağa. Yəni şeyin qabağına çıxmıram da. Avtobusun qabağına çıxmıram. Nə var belə? Buradan gözləməm amma oy! İnquba meşəsi elə bil. Yasamal həmişə bu gündə idi. Qoy qaqaşı yol elim, qaqaşı yanıma gələcək yəqin ki. Gəlir, yox, gəlmir də. Dedim bir salam verim. Nəsə deyirdi qardaş. Tam fikir verəmədim. Üzürlü saysın. Kimsə buradan izləyirsə, üzürlü saysın məni. Bu dayı hara nə ayrı? Boş düşmədim. Keçəcək keçməyinə. Prosta dayı hardan çıxdı ki o elə. Bura qarajdır da. Deyir bu qarajın qapısını çıxarmırlar. Burada ehtiyatlı olun. Qabaqda sağa döngə, buradan belə keçmək var. Maşınlar oradan keçir. Dayıya yol verək. O keçməyə görə bir də görürsün maşınlar dayanır. Siz də keçəndə bir də görürsən, hop götürdün, apardın. Ya o səni götürür, ya sən onu. Ona görə ehtiyatlı olun. Bir sözlə motosiklet sürənlər üçündür o. Mən nakladkalarımı dəyişməliyim desəm. Cüyüldürücək. Ehtiyat igidin yaraşığıdır. Mənimki cüyüldürü, yoxsa başqanınki. Mənimki çox deyil, amma belə cüyültü, siçan elə bir ki, təzə başlayır. Mən amma elə şey sevmirəm. Yol verin, xanım keçsin. Allah razı olsun da, usta. Keçmələrdə başqa variant yoxdur. Bura kimi gəlib. Buradan belə keçin qardaş. Hər zaman humanist baxışlarla hop, buradan bir dənə belə sol sağ. Body control. Yəni həmişə qeyd edirik, həmişə deyirik ki, motosikleti biz əllə, qolla idarə eləmirik. Belə qolla idarə eləmirik. Motosiklet body control, yəni ki, bədənlə idarə olunur. Yəni bədən hərəkətləri ilə. Baxın, belə. İndi mən sizə deyəcəm. Bədən və toto. Toto və bədən kontrolu. Mən onu eləyə bilmirəm. Heç vaxt eləməmişəm. Yəni qardaş düzdür, indi və bir gəldi, amma mən onu eləyə bilmirəm. Yəni protivə çıxıb gedə bilmirəm. Eləmərəm də onu heç vaxt. Etik deyil. O artıq avtobus zolağında zada getmək okey, bəzən bağışlaya bilirəm özümdə də, amma artıq o çox qeyri-etik olmayan bir hərəkətdir. Mənim şəxsi fikrimdir. Yəni başqası üçün bəlkə normaldır. Mən yəni onu qəbul etmirəm. Çünki qarşı tərəf üçün həm təhlükədir, həm də sənə baxıb başqaları nümunə götürür. Gənclər sonra gedir, girir onun altına. Çünki qarşıdan gələn sürücü diqqətsiz olanda artıq onun çarəsi olmuş. Çıxış yolu olmuş. Qardaş, qapını sonuna dək açıb da. Dayı, yəni bir damcı bağla, qurbanım sənə, yola çıxmısan da, yəni yolun yarısını tutmusan. İki cərgə yoldur, bir cərgəsi maşınlar tutub, bir cərgəni onsuz da maşın tutub, bir cərgəndə sənin qapını tutub. Nəysə, buradan ehtiyat olmaz mı? Adam çıxa bilər piyada keçindən. Çıxmadı. Amma buna bax, yandırma. Elə dayı sənə o pavarotniki kimi düzüb qoşub bilmirəm. O cəmaət pavarotniki dönmə işığını niyə yandırmır başım çıxmır? Ehtiyatlı olaq, adam bax keçmək istəyir, amma çox pis yerdən keçmək istəyir məncə. Bu rezən aşağı düşür təzədən piyada keçindən. Yəqin elə eləyəcək, çünki buradan keçmək heç məntiqli deyil. Avtobus dayanıb, avtobusun arxasına adam çıxa bilərmi? Çıxa bilər. Niyə çıxmır? Hər şey ola bilər. Yəni hər zaman gözlənti məntiqi ilə, yəni ki, inisiativiniz olmalıdır. Buradan bu çıxa bilərmi? Çıxa bilər. Oradan o ola bilərmi? Ola bilər. Hər şey, hər zaman hər şey ola bilər məntiqi ilə yanaşın bu yollarda. Bu məsələ bura dönəcək. Prosta dönüb qutarsa inşallah. İnşallah, maşallah.
Ay Allah, bura niyə belə İnquba meşəsinə dönübdü yenə? Biz sola gedəcək. Bunlar da sağa gedənlərdir, dirək evlər yolu. Əslində sol açılmalıdır. Biraz da belə eləsən, qardaş, sağa ver biraz. Xanım olduğuna görə bizə yol verməyəcəyinə əminəm, amma sağ olsun qardaş bizə yol verdi. Mən sizə bir şey deyim, mənə hələ bax bu neçə 2013-dən bu yana mən motosiklet sürürəm. 2013-dən bu yana bir dənə xanım sürücü mənə yol verməyib. Bax bunu səmimiyyətimlə deyirəm. 2013-cü ildən bu yana mənə yolda nə qədər xanım sürücü olub. Yəni bax yol tıxanıb, qabağı bomboşdur. Mənə bir dəfə yol verməyib. Yəni xanımlar yolda bax görsən sağ olsun. Qardaşlar sağ olsunlar. Bilmirəm nə, yəni başqalarına yol verirlərmi ya yox, amma mən indi bunu feministlər başlayacaq. Hucaci, konstitusiyanın 24-cü maddəsi belə, kişi və qadın bərabərliyi elə. Amma faktik odur ki, mənə heç bir qadın bu vaxta kimi yol verməyib. Reallıq budur. Yəni bunu danmıram və real olaraq da deyirəm, sözümün də arxasında dururam. Bəlkə də bu vaxt, bundan sonra da heç vaxtda mənə yol verməyəcəklər. Amma bu mənim üçün problem deyil təbii ki. Yol da istəmirəm. Yəni kimsə yol vermirsə ondan məcburi yol almaq lazım deyil. Amma ən azından mənə maraqlıdır ki, xanımlar niyə heç sabah yol verməyib mənə? Yəni o qədər qarşıma çıxır ki, yəni nə bilim. Yəni gəlib gəlirsən yanında, söhbət nədənsə getmir. Özü görür də. Qur, motosikletdə səsi var axı. Bir dəfə sağ elə, sol elə, dальний ближний elirsən məsələn, indi görürsən ki, qabaq həqiqətən də boşdur. Yəni yol versə sən çıxıb gedərsən də. Niyə də yol verməsin deyə sual verirəm özümə. Amma yenə yol vermirlər. Və yenə də mən nə edirəm avtomatik olaraq gözləyirəm ki, yol vermirlərsə nə etmək olar, heç nə. Əziz xanımlar, motosiklet sürücülərinə, bəylərə yol verin. Ümumiyyətlə yol vermək bu yol mədəniyyəti çox fərqli bir mədəniyyətdir də. Yəni bu ev, ailə, məişət mədəniyyəti kimi deyil. Yol mədəniyyəti qarşılıqlıdır. Yəni amma mən elə görməmişəm ki, xanım sürücüyə yol verilməsin. Yəni istəyir motosikleti, istəyir maşını, hamısı harda xanım gördü yol verir. Okay, yol vermək mədəniyyətdəndir, amma qarşılıqlı. Yəni necə ki deyirsiniz konstitusiyasının 25-in 24-cü maddəsi, okay? Konstitusiyanın 24-cü maddəsi kişi və qadın bərabərliyi həmin qaydaya uyğun olaraq da biz sizə yol verəndə siz də bizə yol vermək məcburiyyətindəsiz. Yol verməyi öyrənmək lazımdır. Çünki sürücü həyatda eləyə biləcəyi ən çətin işlərdən birini eləyir. Həm qadınlar üçün deyirəm, həm kişilər üçün. Yəni bu sizin gündəlik, bu motosikletdən getmir də, maşın da ola bilər, hər şey ola bilər. Gündəlik eləyə biləcəyiniz ən çətin işlərdən biridir. Nətərsən qaç işlər nətərdir? Yəni siz də bu çətin işdə ən azından özünüz başqalarına yol verin ki, başqaları da sizə yol versin. Çox mantıqlı deyilmi? Gəldik, çatdıq homework-ə. Zarafat deyirəm, evə çatdıq. Homework nədir? Work mu olan? Qoyayım nakladkalarda baxdırım. Belə əziz dostlar, videonu bəyənib paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.